Savala yaşayış massivində 2 sotda 2 mərtəbəli full təmirli ev. Salam dəyərli VIP maçları izləyicilərimiz, bu sizlərə maçlar qısmında Savala yaşayış massivində belə bir 2 mərtəbəli evlə sizi tanış edirəm, hörmətli izləyicilər. Hal-hazırda evin həyətyan sahəsindəyik. Belə bir kiçik həyəti var. Alt hissəsi qarajlıdır və otaqlar da mövcuddur altında. Burada belə bir jaluzi tipli qapıdır. Rahatlıqla yəni qarajına 2-3 maşın daxil ola bilir. Burada da dəyərli izləyicilər, ev sahibi belə fikirləşib ki, həm oturmaq üçün də belə bir güşə yaradıb burada. Ventilatorlar gördüyünüz kimi mövcuddur. Alt hissəsində otaqlar var və təmirlidir. Daxil olaraq birinci mərtəbədən sizi tanış edeyim dəyərli izləyicilər. Sonra keçək ikinci mərtəbəyə təqdim edeyim sizə inşallah. Deməli, bura belə bir həm mətbəx, həm qonaq otağı kimi fikirləşilib birinci mərtəbədə. Və onu deyim ki, istipol dəyərli izləyicilər. İsti birinci mərtəbə istipoldur. Burada belə bir sanitər qovşaq və hamam otağıdır. Bütün aksesuarlara da hazır vəziyyətdədir. Burada da belə bir yataq otağıdır. Birinci mərtəbəyə aid. Bura dediyim kimi ümumilikdə istipoldur. Belə bir vəziyyətdədir. Daxil olan evin ikinci mərtəbəsinə çıxırıq. İkinci mərtəbəyə qazı, suyu, işığı hamısı daimidir. Deməli bu qapı da arxasında nə var? Burada da istilik sistemi olan kombidir və kollektorlar burada yerləşdirilir. Bu hissədəki su çəri, telefonu falan hamısı buradadır. Getdik ikinci mərtəbəyə. Dediyim kimi kommunallar hamısı daimidir. Hal-hazırda kombi işləyə vəziyyətdədir. Keçdik evin ikinci mərtəbəsinə. Deməli, bura ikinci mərtəbə, koridor hissəsi. Koridor, mətbəx istipoldur. Hamam, sanitar qovşağı istipoldur. Bura solda belə bir mətbəx. Gördüyünüz kimi belə bir dizaynda şüşədən qapısı da mövcuddur. Maraqlı bir ideya veriblər. Mətbəx mebeli hədiyyədir təbii ki. Hamısı üstündə. Keçirəm sağ tərəfə və burada belə bir qonaq otağıdır. TV stendinə qədər dekorlu aboy kimi. Pərdələr, lüstrlar hamısı bağlı vəziyyətdədir. Çox səliqəli. Burada koridorda belə bir asma tavandır. Sağda yerləşir belə bir kiçik yataq otağı. Burada belə bir böyük yataq otağıdır. Burada asma tavan mövcuddur. Böyle maraqlı dekor əlavə ediblər. Bu koridorda güzgülü tumbadır belə. Bu hissədə də belə bir sonuncu yataq otağıdır. Radiatorlara qədər bağlı vəziyyətdədir istilik sistemi olaraq. Burada sanitar qovşaq və hamam otağıdır. Su şolkasına qədər, duş kabinasına qədər bütün aksesuarlar hamısı keyfiyyətli materiallardandır. Yığılıb bağlanıb üstünə və işləyə vəziyyətdədir. Dediyim kimi ev ümumilikdə 2 sotun içindədir. Yerləşmə yeri də Savala massivindədir. Maçların ismi Savala massivində. Paket kupça evin torpağının çıxarışıq xüsusi mülkiyyəti. Qiymət 168.000 manat deyilir. Yəni, real alıcı sahibi tərəfindən endirim olacaq inşallah. Əlaqə nömrəmiz aşağıda və səhifədə qeyd olunub. Bu və digər tanış olmaq istərsəniz səhifəmiz istəyib baxa bilərsiniz. Biz də unutmayın, sağ olun.